Salam, hər vaxtınız xeyir olsun. Bu dərsimizdə C hərfinin oxunuş qaydasından və sehirli I hərfinin düşməni olan D hərfindən danışacağıq. Əvvəla başlayaq C hərfinin oxunuş qaydasından. Əgər C hərfindən sonra I, I və Y hərflərindən biri gələrsə, o zaman C hərfi C olaraq oxunacaq. C hərfindən sonra gördüyünüz 3 hərfdən hər hansı biri gələrsə, I və ya Y hərflərindən biri gəldikdə, o zaman C hərfini sözdə C olaraq oxuyacağıq. C. İkinci halda, əgər C hərfindən sonra bu 3 hərfdən başqa yerdə qalan bütün hərflərdən hər hansı biri gələrsə, o zaman C hərfi Q olaraq oxunacaq. C hərfindən sonra 3 hərfdən başqa yerdə qalan əlifbadakı hərflərdən hər hansı biri gəldiyi halda C hərfini Q olaraq oxuyuruq. Baxaq sözlərə. Cim. C hərfindən sonra Y hərfi gəlmişdir. Y. Y hərfi bu üçlükdədir, yəni belə deyək, qızıl üçlükdədir. Ona görə də C hərfini C olaraq oxuyuruq. Cim. H. H. C-dən sonra I hərfi gəlmişdi. Qızıl hərflər içində I var. Ona görə C olaraq oxuduq. Hətta bu sözdə indiyə qədər öyrəndiyimiz iki qayda tətbiq edilmişdir. Sehirli I və C-nin oxunma qaydası. Yəni sehirli I nə oldu bizdə? Sonda I var, hansı ki oxunmur. Özündən əvvəlki hecadakı saitin əlifbadakı adı kimi oxunmasına səbəb olur. A, H. Bu sözdə iki öyrəndiyimiz qayda tətbiq edilmişdir. Rigid eyni ilə I hərfi G-dən sonra gəlmişdir. Rigid. Gem eyni ilə I buradadır və page. Page. I gəlib G-dən sonra. Ona görə də bizim hərfimiz C hərfimiz C kimi oxunur və hətta burada yenə də sehirli I hərfi tətbiqi var. I-dən əvvəlki hecadakı A hərfi əlifbadakı adı kimi oxunub. Page. Digər sözlərə baxaq. Game. A, G-dən sonra A hərfi gəlmişdir. A hərfi buradadır artıq. Yəni bu 3 hərfdən başqa yerdə qalan əlifbanın bütün hərfləri gəldikdə onda Q olaraq oxunacaq. Game. Good. O hərfi gəlmişdir. Yenə də Q olaraq oxunacaq. Good. Go eyni ilə O hərfi. Bag. C hərfi sonda gəlib, ondan sonra ümumiyyətlə heç bir hərf yoxdur. Yəni I, Y olmadığına görə onu yenə Q kimi oxuyuruq. Bag. Green. Green, G-dən sonra R hərfi gəlmişdir. R hərfi də R hərfi qızıl üçlükdə yoxdur. Ona görə onu Q kimi oxuyuruq. Sözlərə tam fokuslanaraq oxuduğumuz hər sözə bir-bir baxaraq təkrar edin məndən sonra. Gym, H, rigid, gem, page, game, good, go, bag, green. Gym, game, H, good, rigid, go, gem, bag, page, green. Digər sözlərlə davam edək. Angel, G-E, C olaraq oxundu. E. Angel, gender, energy, geology. Baxın, bu sözdə C hərfinin oxunma qaydası ilə bağlı iki qaydanı görürük. G-dən sonra I hərfi gəlmişdir. I və G-dən sonra Y hərfi gəlmişdir. Y. Hər iki hərf də qızıl üçlükdə var. Ona görə C hərfi C olaraq səslənəcək bu sözdə də. Geology. Wage. I hərfi gəlib C olaraq oxundu və hətta burada sehirli I qanunu da tətbiq edilir. Wage. Dog. Gave. Gate. Glue. Gum. Birinci sözdə C hərfi sondadır, ondan sonra qızıl üçlük hərfindən heç biri gəlmir, Q olaraq oxunur. Gave, A yenə də Q olaraq oxunacaq. Çünki qızıl üçlükdə yoxdur. Gate həmçinin,
Glue, L hərfi gəlmişdir. Yenə də G olaraq oxunacaq. Gum, U hərfi gəlib. U hərfi qızıl üçlükdə yoxdur. G olaraq oxunacaq və burada U hərfi ilə bağlı öyrəndiyimiz başqa qaydada tətbiq edilib. Keçən dərs öyrənmişdik. Bu sözdə sonda sehrli i olmadığına görə qapalı hecadır, həm də samitlə bitmişdir. U hərfi A olaraq oxunur. Gum. Əgər bu qayda indi sizə tanış gəlmədisə, keçən dəfəki dərsimizi yenidən izləyin. Məndən sonra uca səslə təkrar edin. Angel, gender, energy, geology, wage, dog, gave, gate, glue, gum. Angel, dog, gender, gave, energy, gate, geology, glue, wage, gum. İndi isə sehrli i hərfinin düşməni olan D hərfindən danışırıq. Diqqət edək soldakı sözə. Söz i hərfi ilə bitmişdir və saitlə, yəni ondan əvvəlki hecadakı olan saitlə i hərfi arasında D hərfini görürsünüz. D hərfi i hərfini sevmir və onun sehrini yerinə yetirməsinə mane olur. Yəni əslində bu sözdə tətbiq olaraq hansı qaydanı görməliyik? I hərfi özündən əvvəlki hecada olan E hərfini əlifbadakı adı kimi oxunmasına səbəb olmalıdır. Yəni əslində bu söz belə oxunmalı idi. Beige. Yəni E hərfi əlifbadakı adı ilə oxunmalı idi. Amma belə oxunmayacaq. Badge oxunacaq. Çünki dediyim kimi D hərfi I hərfi ilə düşmənçilik edir və onun sehrinin qarşısını alır. Arada maneə yaradır. Lakin D hərfi bunu tək başına edə bilmir. Ona mütləq yardım lazımdır. Bunu hər zaman C hərfinin köməkliyi ilə edir. Yəni D hərfi C hərfini özünə qoşaraq hər ikisi də I-yə qalib gəlirlər və sehrli I öncəki hecadakı saitə öz sehrini keçirə bilmir. Və ona görə də bu E hərfi əlifbadakı adı kimi oxunmur. Oxunur. Keçən dərs öyrənmişdik. Sonda sehrli i olmayanda E hərfi Ə olaraq oxunurdu. Söz oxunacaq badge. Və burada bugün öyrəndiyimiz başqa ikinci qaydanı da görürük. C hərfindən sonra qızıl üç hərflərdən biri gəlmişdir. I, I, Y. I hərfi gəldiyi üçün C hərfi C olaraq oxunur. Badge. Sağdakı sözə baxırıq. Bu söz made olaraq oxunacaq. Burada i hərfinin sehri E hərfinə keçmişdir. Çünki maneə yaratmaq istəyən D hərfi təkdir. Köməyinə gələcək C hərfi yoxdur. Yəni, i-nin sehrinin qarşısını almaq üçün D bunu tək başına bacarmır. Mütləq ona C lazımdır yardım üçün. Bu sözdə C olmadığı üçün bu söz made olaraq oxunacaq. I hərfinin sehri yerinə yetirilmişdir. Made, badge. Digər sözə baxaq. Fridge eyni ilə D hərfi C hərfi ilə birləşmişdir. I hərfinin sehrinin qarşısını almışdır. Və I hərfi i-dən öncəki hecadakı olan I hərfi əlifbadakı adı kimi oxunmur. Keçən dərs öyrənmişdik. Sehrli i olmayan I hərfi i olaraq oxunur. Fridge və C hərfindən sonra qızıl hərflərdən biri i gəlmişdir. Ona görə C olaraq oxunacaq C hərfi. Fridge. Burada isə tide olaraq oxunacaqdır I hərfi. Yəni I olaraq sözün içində oxunacaq. Özünüz də artıq başa düşdünüz ki, D hərfi təkdir. Yardımçısı C hərfi yanında olmadığına görə sehrin qarşısını ala bilmir və sehrli I öz gücünü I üzərində göstərir. Əlifbadakı adı kimi oxunur. Tide. Düşmən I qaydası ilə bağlı digər sözlərə baxaq. Bridge. DG birləşdi və I hərfi əlifbadakı adı kimi oxunmadı, I kimi oxundu. Bridge, edge. Burada da I hərfi əlifbadakı adı kimi yox, E olaraq oxundu. Fudge, U hərfi U kimi deyil, A kimi oxunur. Fudge. Lodge. Yenə də DG birləşdi, I gücünü göstərmədi, O kimi və ya O-A arasında bir səs kimi. Lodge. Yəni bu lodge olaraq oxunmur. Yəni O əlifbadakı adıdır. Digər, yəni sehri i olmayanda isə qısa O və ya A arası səs verirdi. Bunu lodge olaraq oxumuruq.
Əlifbadakı adı kimi yox. Qısa O və ya A. Lodge. Lodge. Son dərslərimizdə öyrəndiyimiz sehirli i olan və olmayan sözlərin praktiki məşğələsini edirik. Məndən sonra uca səslə təkrar edin və sözləri söyləyərkən həmin sözə tam fokuslanın. Mate, date, late, cake, man, tap, van, lap, fine, life, lime, crime, lip, tip, flip, zip, cute, use, nude, tube, cut, hot, nut, butt, bone, home, pop, hall, top, mom, dot, hot. These, complete, Eve, here, set, net, pencil, red,